Bilirsiniz, Rusiya ümumiyyətlə tarix ərzində öz əsgərinin ayağı dəyən hər yeri Rusiya ərazisi kimi görür. Yəni bu Ruslarda deyək ki, bir imperiya keçmişdən qalmış bir xatirədir və yenə də siyasi düşüncəsində, Rus siyasi düşüncəsində, hətta mədəni düşüncəsində biz bunu görə bilərik. Amma ortada reallıqlar var. Rusiyanın arzuları və imkanları üstə düşmür. Ona görə də Rusiya indiki şəraitdə məcburdur ki, Ukraynadan bacara bildiyi qədər daha çox ərazi qoparsın. Ukraynanın heç bir halda qalan hissəsinin Avropaya və ya NATOya deyək ki, inteqrasiyasına mane olsun və gələcək planları üçün də Ukrayna mümkün qədər qeyri-stabil bir ərazi olaraq saxlasın ki, lazım olduğu təqdirdə yenə də bu əraziyə nə vaxtsa öz maraqları ardınca hansısa bir həmlə eləyə bilsin. Burada əhəmiyyətli məqam ondan ibarətdir ki, Rusiya üçün bu ideal şərtlərdirmi? Deyil. Çünki Rusiya Ukraynanın hamısını istəyirdi, biz bunu bilirik. Hətta təkcə Ukraynanın yox, Belarus da istəyirdi, Moldovan da istəyirdi və keçmiş Sovet İttifaqı ölkələri ərazisini ümumiyyətlə öz eksklüziv olaraq özünün nüfuz dairəsində gördü. Hətta bunun ən bariz misalı kimi biz göstərə bilərik ki, daha əvvəllər məhz Lavrovdan bununla bağlı jurnalistlər elə soruşmuşdular ki, bəs nəyə görə biz Donetsk və Luqanskın oradakı deyək ki, qondarma respublikaları tanımırıq? Lavrov demiş ki, biz onları tanıyaraq Ukraynanın tamamını itirə bilmərik. İndiki məqamda isə Rusiya artıq bilir ki, Ukraynanın tamamını ələ keçirə bilmir, faktiki olaraq buna gücü çatmır. Ona görə əldə olan imkanlarla hansı şəkildə yetirməli olduğunu bilir. Rusiya arzusu bu deyildi, ancaq indiki imkanlar daxilində maksimum nə əldə edə bilirsə ona çalışır. Yəni burada məlum bir məqam var ki, tərəflərin heç biri digərinə etibar etmir. Ukrayna deyir ki, əgər Rusiya indiki halda danışıqlarda hansı şəkildə bir atəşkəs olsa və ya sülh olsa, gələcəkdə onun yenidən aqressiya göstərməməsini biz necə qarşısını ala bilərik? Yəni Ukrayna faktı Rusiya Krımı işğal elədi, daha sonra Donbasda əməliyyatlar başladı. Yəni biz 2014-dən etibarən Donbasda separatçılar və sair başqa yerli dırnaqarası deyək ki, müdafiə dəstələri və sair vardı. Daha sonra açıq hücuma keçdi Ukrayna üzərinə və biz necə etibar edə bilərik ki, Rusiya daha sonra bunu təkrarlamayacaq. Ukrayna buna görə də açıq şəkildə Qərbdən və ABŞ-dan elə bir təminat istəyir ki, fakt gələcəkdə Rusiya heç bir halda Ukraynanın qalan ərazisinə iddia irəli sürə bilməsin və ya hansısa əməliyyat həyata keçirə bilməsin. Eyni məsələ Rusiya tərəfdə də bu etibarsızlıq var. Rusiya da düşünür ki, indiki şəkildə deyək ki, biz oturduq ABŞ-la razılaşdıq və Ukrayna, Trump deyək ki, söz verdi ki, Ukrayna NATO-ya daxil olmayacaq. Avropa İttifaqı ilə bağlı perspektivlər qaranlıqdır. İndi burada son sözü Avropa İttifaqı söyləməlidir. Və Ukrayna ərazisinə ABŞ ordusu NATO daxil olmayacaq. Və bununla hansısa bir ortaq bir razılığa gəldik. Amma daha sonra aydın məsələ ki, Trumpın prezident müddətinin dövrünə çox az bir müddət qalıb. Onsa prezident müddətinin son ilində bilirsiniz ki, ABŞ prezidentlərini topal ördək deyirlər. Yəni faktiki olaraq onun heç bir səlahiyyəti olmur. Daha çox yəni seçkilərə qarşı deyək ki, prezidentin və onun komandasının başı. Belə bir dönəmdə növbəti prezidentə gəlir, Biden-Obama xəttinə yaxın bu düşüncədə olan bir şəxs olarsa və ya Rusiyaya qarşı daha sərt düşüncələr olan bir şəxs olarsa, Avropa İttifaqı ilə, Britaniya ilə ortaq siyasi maraqları uzlaşan bir siyasi deyək ki, bir lider ABŞ prezidenti olarsa, o zaman yenidən Rusiyaya qarşı bu hücumlar həyata keçirilə bilər, Rusiya maraqları nəzərə alınmaya bilər, Ukraynada ABC və NATO ordusu yerləşdirilə bilər və ya Ukraynaya dəstək verilə bilər və Rusiya artıq onda sıfırdan başlamalı olacaq. Amma Rusiyanın indi deyək ki, cəbhədə bir ən azından üstünlüyü var, nisbi də olsa və bununla təzyiq eləyə bilir, məcbur edə bilir ki, Ukraynanı, ABŞ-ı və s. hansı şəkildə deyək ki, sülh masasına oturdursun. Ancaq gələcəkdə bu üstünlüyü itirə bilər və Rusiyanın deyək ki, daha deyək ki, nisbi sülh dövründə və ya atəşkəs dövründə Qərb yenidən Ukraynanı dəstəkləyə bilər. Biz bunun ən bariz nümunəsini məsələn Azərbaycan öz torpaqlarını işğaldan azad eləməsi sxemində gördük. Məsələn Azərbaycan 30 il ərzində hazırlaşdı, öz hərbi gücünü, iqtisadi gücünü artırdı. Deyək ki, iqtisadi münasibətlərini, diplomatik siyasi münasibətlərini bərpa elədi və daha sonra yenidən öz revanşını aldı deyək. Yəni bənzər bir ssenarini Ukrayna niyə eləməsin? Və Rusiya da yaxşı başa düşür ki, Rusiyanın resursları qıtdır. İnsan resurslarından söhbət gedir, siyasi hərbi resurslardan gedir, əlbəttə ki, təbii resurslardan getmir. Eyni şəkildə isə Qərbin isə hələ ki bu resursları, xüsusilə ABŞ-ın yəni daha yaxın 10 ildə tükənməyəcək ən azından.
və ABŞ gələcəkdə Ukraynaya daha böyük hərbi dəstək verə bilər. Yəni burada əsas məsələ tərəflər bir-birinin gələcək addımlarını, davranışlarının necə olacağını bilmirlər və